Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə rayon arasında qeydə alınıb. Belə ki, hərəkətdə olan 2 minik avtomobili toqquşub. Qəza zamanı 1956-cı il təvəllüdlü şəxs kişi cinsli hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Həmin şəxsə Allahdan rəhmət, əzizlərinin yaxınlarına isə səbir diləyirik. Göygöldə ölümlə nəticələnən ağır qəza olub. Xəbər verilir ki, hadisə Göygöl Toxanlı Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Niva markalı minik maşını idarəetmədən çıxaraq yol kənarını aşıb. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. Minik maşını aşandan sonra deformasiyaya uğrayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb edilib.